Sumqayıtda avtobusun vurduğu piyada xəstəxanada həyatını itirib. Hadisə şəhərin Sülh prospekti 76-cı məhəllə ərazisində qeydə alınıb. Belə ki, 522 nömrəli marşrut xətti üzrə avtobusu idarə edən Babək Quliyev yolu keçən piyada 76 yaşlı Səringül Həsövnovanı vurub. Qadın xəstəxanaya çatdırılsa da o bu gün həyatını itirib. Sumqayıtda baş verən yol nəqliyyat hadisəsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin təcili tibbi yardım xəstəxanasına 11.03.2025-ci il tarixində saat 16:30 radələrində 1949-cu il təvəllüdlü qadın cinsli şəxs ağır vəziyyətdə hospitalizasiya olunub. Koma vəziyyətində olan pasiyentə kəllə beyin travması və baş beyin əzilməsi diaqnozları təyin edilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq 14.03.2025-ci il tarixində saat 10:20 radələrində pasiyentin ölüm faktı qeydə alınıb.